Uşaqlar, başlayaq. Biz əməliyyatlarımızı başlatdıq hardan? Bu hissəni etdik, malları da baxdıq. Bir dəqiqə baxım görüm bizdə əməliyyat jurnalımız harda qalıbdır? Mənfəət sənədə bağlamışıq, orada qalıbdır. Düzdür, sayım zamanı 300 manat, malları isə əks elətdirməmişik. Növbəti əməliyyatımız nə idi? Şərti də açsaydıq daha yaxşı olardı. Bir dəqiqə. Şərt hardaydı? WhatsApp-daydı bizdə. Biz burada bu əməliyyatı edəcəyik. Ambardakı inventarizasiya zamanı artıq gəlmə əməliyyatını. Burada hansı hissədəyik? Həmin yeri müəyyənləşdirək. Burada. Baxın, inventarizasiya zamanı artıq gəlməni edəndə aktivlərdə 500 manat artırmışıq mal hesabını, yəni debitdə malımız artıbdır 500. Kreditdə isə artan şey nəyimiz olub? Gəlirimiz olubdur. Daha 500 manat. Bitirdim yerini. Kreditdə gəlirimiz 500 manat. Əməliyyat jurnalında mallarımız debitdə 205 mallar. Kreditdə isə 601 satış hesabımız artacaq. Siz buradakı adlandırmaları deyirdiniz. Siz buradakı bu bölümdəki adlandırmaları deyirdiniz. Bura təyinata görə baş verən bir şeydir. Bizdə nə artıq gəlibdir? Mal artıq gəlibdir. Sadəcə açıqlamada qeyd düşülür ki, sayım zamanı, yəni malları sayanda 500 manat da, məsələn, mal artıq gəlib deyirik. O sayıma da ikinci təyinatda adı inventarizasiya deyilir. Yəni, inventarların elektron sistemə uyğunlaşdırılması. Yəni, səndə mövcud olan şeylərin elektron sistemlə reallığın eyniləşdirməsi. Eyni zamanda, bəli, satışda da həmin əməliyyatı qeyd edirik. Səbəb olmadığına görə, səbəb olmadığı üçün gəlir olaraq tanınır. Tanınır. Nə qədər idi? 500 manat. Növbəti əməliyyatına baxaq. Şərtimizdə nə var? Müəssisə satış məqsədi ilə mal almışdır. 20.000 manatlıq. Mal alışı əməliyyatımıza baxaq. Əməliyyat jurnalı. Malı almışdır deyilsə, malımız artıq. 205 malımız artdı. Qarşılığında pul ödəməmişik, ona görə borcumuz da artdı. Qısa müddətli kreditorlar. Niyə qısa müddətli kreditorlar seçdim? Çünki bu bir əməliyyatdır, ticarət əməliyyatıdır. İki şirkət arasında, iki vergi ödəyicisi arasında baş verən əməliyyatdır. Onu 531-də qeyd elətdirdim. Buna nə qeyd edək? Alınmış mallar ambara daxil edilib. Yəni, mallar artıq ambardadır 205-ə qeyd elədiyim üçün. Burada da alınmış mallara görə bəli, yaranmış borc 2000 manat. 2000 manat. Növbəti əməliyyatımız müəssisə satış məqsədi ilə mal almışdır. 2000 azin. Yenə bir mal alışımız mövcuddur. Bunu qeyd elədim. Mən bunları işarələyim, sonra qarışdıracağım. Alınmış malların dəyəri bank hesabından ödənilib deyir. Bəli, bu mallardan gedir söhbət. Əgər ödənilibsə, bu borcun azalması lazımdır. Bu borc artanda mən onu kreditə qeyd eləmişdim. Bu borcu azaltmaq istəyirəmsə, mən bu əməliyyatı debitə qeyd etməm lazımdır növbəti səfər. Yəni 531-in qısa müddətli kreditorun borcumun debiti nəyin krediti olacaq? 223
Bəli, bank hesabının krediti olacaq. Burada da nə olacaq? Öhdəliyin azalması və yaxud da ki, azalması deyək. Burada da borcun ödənişi deyək. Və yaxud da borc deməyim, buna da öhdəlik deyim. Ki, sonra fikrimiz qarışmasın. Nə qədər ödəmişəm? 2000 manat ödəmişəm. Həm debitdir məbləğini yazıram, həm kreditin məbləğinə qeyd edirəm. Yox, 2000 idi. Müəssisə ofis üçün televizor alıbdır 1400 azın, 50% hissəsini ödəyib, qalıb məbləği daha sonra ödəyəcək. Bizə verilən informasiya nədir? Bir televizor almışıq, yəni uzun müddətli aktiv, yarısında ödənişini eləmişik. O zaman birinci televizorumun alışını göstərməliyəm, balansını da artırmalıyam. Televizor bir uzun müddətli aktivdir. Niyə? Aldığım kimi xərcə silə bilmədiyim üçün. Hələ mənim müəssisimdə uzun müddət istifadə olunacağına görə. Aktiv olduğu üçün hesab nömrəsi 1-dən 300-ə qədərdir. Və bu uzun müddətli olduğuna görə 1-dən 200-ə qədərdir. Bəli. Və bunu da gəlirəm, maddi və qeyri-maddi aktiv olaraq böldüyümüz zaman 101-dən 110-a qədər olan hesablar qeyri-maddi aktiv, 110-dan 200-ə qədər olanlarsa maddi uzun müddət aktiv. Bəli, TTA hesabıdır, torpaq tikili avadanlıq. Yazıram bura TTA 111 nömrəli hesabdır. Mən sizə bu formada izah etdiyimə baxmayın. Yəni uzun gedir biraz izahımız, amma özünüz də bir hesabları axtaranda bu ifadələri özünüzə qarşı işlədəsiniz deyə, sizdə bir qulaq vərdişi yaransın deyə edirəm bunu. İnşallah diqqət edirsinizdir deyə düşünürəm. Torpaq tikili avadanlığımızı artırdım. Nə qədər idi rəqəm? 1400 manat. Yazıram. Bəli, torpaq tikili avadanlığın alınması və istismara verilməsi. Niyə alınması və istismara verilməsi dedim? Televizoru almışamsa və istifadəyə vermişəmsə 111-ə yaza bilirəm. Televizoru almışam, amma istifadəyə verməmişəmsə 113-ə yazmalıyam. 113 nömrəli hesab torpaq tikili avadanlığın kapitallaşdırılması hesabıdır. Yəni aktiv səndə mövcuddur, bir dəyərə sahibdir, amma hələ istifadəyə hazır deyil. Onu gəlib ora quraşdıran, ustanın xərci falan da yarana bilər, nə bilim, kronşteynlər ala bilərsən divara bərkidilməsi üçün. Bu da əlavə bir xərc mexanizmasıdır. Deyək ki, onun kanalların yazılması və yaxud da projektordan birləşdirilməsi, kompüter xəttinin çəkilməsi, bu da bir əlavə xərcdir. Bunların hamısı televizorun dəyərinin üzərinə gəlməlidir. 113-ün debitinə. Mən istismara verdiyim zaman artıq 113-ün krediti 111-in debiti olmalıdır. Biz birbaşa 111 yazmaqla nə qeyd edirik? Bizim aldığımız məhsul birbaşa istifadəyə hazır məhsuldur. Almışıq, düymü toka taxıb, düyməsini basmışıq, işləyib. Yəni, başqa bir xərc çəkməmişik. Ona görə alınması və istismara verilməsi yazdır. Əsas vəsaitdir. Elə torpaq tikili avadanlıq, elə özü də əsas vəsaitdir. Əsas vəsait bu arada dəmir daşdır yəni. Eyni hesabdır. Müəssisənin hazır. Bu da elə müəssisənin hazır varlıqlardır. Tamam. Biz bunu kimdən aldıq? Hansısa bir şirkətdən, hər hansı bir şəxsdən fərqi yoxdur və ona da bir borcumuz yarandı avtomatik olaraq. 531 qısa müddətli kreditor bu. Biraz belə yazmağı öyrənəcəm. Alınmış televizorun öhdəliyi 1400 manat. Və bizə nə dedi növbəti şərtdə? 50%. 50% ödənilib dedi. Kimi ödəmişik? Bu borc sahibini ödəmişik. Borc sahibi debitdə azalır. Nəyin hesabına? Bank hesabımızın hesabı. Artıq nə olacaq? Öhdəliyin azalışı deyək. Burada da öhdəliyin ödənişi. Nə qədər demişdi? 1400-ün, yəni
Borcumuzun 50%'ni demişdi ki azaltmamız lazımdır. 50%'ni azaltdıq. Növbəti əməliyyatımız 13-də bitdi. Müəssisə mağazasından satış edib pərakəndə olaraq 140 AZN-lik. Bu kategori. Gəlin bunun maliyyə bərabərliyində baxaq görək necə qeyd etmişdik biz bu 140 AZN-i. Evet. Kassamız artmışdı 140 AZN, yəni kassanı debitə yazmışdıq 140, satışı da kreditə yazmışdıq 140. Baxın satış gəlir hesabında kreditdədir, kassa hesabı isə debitdədir. Gəlirəm, debitə qeyd edirəm kassa, kreditdə də qeyd edirəm 601 satış. Və nə deyirəm? Satışda nə deyək? Satışdan daxil olma nəqd olaraq. Satışdan daxil olma nəqd olaraq. Digəri isə satış əməliyyatı 140 manat və yenə 140 manat. İkinci şərtim yoxdur deyə satdığım malın dəyərini bilmədiyim üçün artıq bunun altında ikinci əməliyyata girmirəm. Amma ondan sonraki satışımda çox güman ki bu hadisə baş verəcək. 5000 manatlıq bir dənə də satış etmişəm başqa bir müəssisəyə. Bu zaman nə baş verəcək? Gəlin birinci baxaq. Birinci alacağımı artırmışdım. Daha doğrusu satışımı artırmışdım 5000. Harda artmışdı? Kreditdə. Eyni zamanda debitdə isə artıq pulumu deyil də alacağımı, yəni qısa müddətli debitor borcumu artırmışdım. Qısa müddətli debitor borcum deyəndə mənim kiməsə borcum deyil ha bu. Debitor söz istifadə olunduğuna görə kiminsə mənə olan borcudur. Kreditor deyəndə mənim kiməsə borcumdur. Öhdəlik deyəndə mənim kiməsə borcumdur. Nağd elədim. Bəli. İndi gəlirəm debitdə 211 qısa müddətli debitorlar, yəni mənim alacaqlarım və nəyin hesabına baş verir o? 601 etdiyim satışın hesabına. Və yazıram alacağın tanınması və eyni zamanda satışın tanınması, gəlirin tanınması deyək yaxşı. Debitor kiminsə bizə borcu, kreditor bizə. Bizim kiməsə borcumuz, bəli. Onu tut, bırax, bu qalsın bizdə. Lazım informasiyadır, Roy. Tamam, etdik. Növbəti əməliyyatımız deyir ki, satılan malın dəyəri, yəni bizim 5000-ə satdığımız malın dəyəri bizim balansımızda 2000 manat idi. %99,99'lar da sayı sonsuz şəkildə razıyam. 100'ə də bizə tanrı icazə vermə, ona görə razı deyiləm. Bəli. Satdığımız məhsulun xərci bu qədərdir deyə. Sırf satdığımız məhsuldan gedir söhbət. Bunu sata bilək deyə baş verən xərclərdən getmir ha söhbət. Yəni onu sata bilmək üçün satış menecerinə bonus vermişəm, onu daşıyan nəqliyyata pul vermişəm. Nə bilim, ortaya bir aracı adam girib, makler var, onu ödəmə eləmişəm. Ondan söhbət getmir. Bir məhsulu sata bilmək üçün çəkdiyim xərcdən söhbət getmir. Məhsulun özünün xərcindən söhbət gedir. Satdığım məhsul mənim müəssisəmə xərc olaraq neçəyə başa gəlir? O da həmişə 701-də qeyd olunur debit olaraq. İstənilən satışın xərcini əks etdirəcəyimiz yer həmişə debitdə 701 SMM'dir. Yəni satılmış məhsulun maya dəyəri və hansı məhsulu satmışam? Şərtə baxıram, deyir ki, mağazadan XMMC-yə 5000 AZN-lik mal satılıb deyir. Mal 205 nömrəli hesabdadır. Gəlirəm, 205 hesabımı qeyd edirəm. Hesabımın adını da qeyd edirəm, mallar və yazıram
satılmış malın xərcə silinməsi. Digərində isə deyirəm ki, daha doğrusu bunu buna deyim. Satışı maya dəyərinin tanınması. Maya dəyərinin qeyd edilməsi deyək. Satışın maya dəyərinin qeyd edilməsi. 2000 manat demişdilər, düzdürmü? 2000 manatda qeyd elədim. Bunun ikisi bir yerdə oldu, satışın müxabirləşməsi. İkisi birlikdə bir satış müxabirləşməsidir. Bu da qeyd olundu. Satılan malın 40% isə bizə ödəmə olunur. Satmışam 5000-i, bunun da 40% mənə ödənilib. Gəlirəm. Satanda mənə yaranan borcu harda qeyd elədim? 211-də. 211-i debitdə artırmışdım ki, debitorda kiminsə mənə borcu var. İndi o borcun mənə bir qismini ödəyirsə, bu azalması lazımdır bu hesabın. Bu hesabı gətirib yazıram kreditə. Kreditdə qeyd elədim. Bəs o pul mənə ödənəndə harda artım olacaq? Kassa və yaxud da ki, bankın 223 bank hesabımda açıqlamasına görə rəqəm nə qədər deyir mənə? 2000. Satdığım rəqəmin 40%-ni deyir. 2000, burada da 2000 qeyd edirəm kreditində və açıqlama sistemə qeyd edirəm. Satışdan daxil olma. Köçürmə ilə. İkincisində isə bəli, debitorumun azalışı. Debitorun azaldılması deyə debitorun azaldılması. Tamam, belə daha qəşəng oldu məncə. O ifadələri bir də siz özünüz işləyəndə açıqlamasına baxaraqdan işləyin ki, sizə fikri formalaşdırsın. Müəssisə internet providerində 5 aylıq internet xərcini əvvəlcədən ödəyib 500 AZN. Bu bayaq müzakirəsini apardığımız kimi artıq əməliyyatı burada adlandırırıq. Bu necə bir əməliyyatdır? Əvvəlcədən biz ödəmişiksə bu gələcək dövrün xərci əməliyyatıdır. Niyə? Çünki gələcək hesabat dövrlərində yarana biləcək xərclərə indidən Şama müəllim demişkən tam məbləğdə xidmətə görə ödəmə eləmişəm. Artıqlaması ilə ki, hər ay nə qədər olacaq. Və bəli, aktivin bərabərliyi yox, aktivin yer dəyişməsi. Hə, biz yeni bir termindir. Biz nə etməmiz lazımdır? Bu verdiyimiz pulun qarşılığında hələ xərci istifadə etmədiyimiz üçün biz onu izləməmiz üçün özümüzdə yenə aktiv hesaba qeyd etməmiz lazımdır. Gələcək dövrün xərci 242 nömrəli. Gələcək dövrün xərci. Bunun əsl adı gələcək hesabat dövrlərinin xərcidir. Yəni mən qısaltma olaraq belə deyirəm. Artırıram. Nəyin hesabını? 223 bank hesabımı. Bura deyirəm gələcək hesabat dövrlər, gələcək dövrün xərclərini nə deyək? İstifadə edilməmiş ya da yox, baş verməmiş xərclər olaraq qeyd edək. Xərc baş vermədən ödənişin əvvəlcədən ödənilməsi. Əvvəlcədən ödənilməsi. İkincisində isə gələcək dövrün xərcinin ödənişi. Məbləğ 500 manat və 500 manat. Eyni zamanda nə var burada? Hə, bu əməliyyat bitdi. Biz bunu ödədik. Amma hələ xərcimiz baş verməyib. Növbəti aylarda biz istifadə etmişik. 1 ay keçib, 2 ay keçib, 3 ay keçib. Bunu əslində hər ay vermən lazımdır. Hər ay bir dənə hesablama verməlisən passivin yer dəyişməsi ki, bağlaya biləsən. Burada isə bizə faktorunu 3 aylıq göndəriblər. Nə edə bilərik?
Biz də fakturanın 3 aylıq rəqəminə hesablama veririk. Yəni borcumuzu tanıyırıq və xərcimizi tanıyırıq. Gəlirik. Bizim nəyimiz yaranır? 3 aylıq deyək ki, ofisinkidir bu. 721 internet xərci atdıq. Hə, ofisin interneti kimi qəbul edildim. Məsələn, orada bildirilməyib. Və bu xərci mən kimdən aldım? Hər hansı bir provider şirkətdən. Bu açıqlamasına gəlirəm. Xərcimin tanınması, borcumun hesablanması. $300 manat. İndi burada əsas nüans nədir? Kənddə olmasa da biz anında bu əməliyyatı bağlamamız lazım. Çünki biz bir gələcək dövrün xərci əməliyyatı etdiyimiz zaman verilmiş avansa bərabər bir şeydir. Yəni qarşısı açıq olan hesabdır. Qarşılığı alınmadan ödənişin getməsi əməliyyatıdır. Ya bunun qarşılığını almalıyıq müəyyən dövr ərzində, ya da o pul bizə geri qayıtmalıdır. Yəni dövrdən getmiş söhbət. O zaman nə baş verir? Mən pulunu əvvəlcədən ödədiyim xərclərə görə, daha baş verməmiş xərclərin ödənişini əvvəlcədən ödədiyim şirkətə mənim heç bir zaman o məbləğ tam sıfırlanmamış borcum qala bilməz. Amma bu halda qalır axı. Mənim borcum yarandı. Mən bu borcu silməm lazımdır, azaltmam lazımdır. Öhdəliyimi azaldıram növbəti əməliyyatda debitdə. Artıq nəyin hesabını azaldıram? Pulun hesabını azaltmıram. Çünki mən pulu indi ödəməmişəm axı. Mən pulu 3 ay əvvəl ödəmişəm. Onu ödəyəndə hara qeyd eləmişdim? 242-nin debitinə. Aktiv hesabdır deyə debitdə artmışdı. İndi isə aktiv hesabdır deyə onu kreditdə azaldıram. Əvəzində borcumu da azaldıram. Nətər olur gəlirləri? Baxın, izaha gedək. Mənim bu xidməti alanda mənə yaranan borcu azaldıram. Deyək ki, öhdəliyin azalması gələcək dövrün xərcinin bağlanması. Nəyə görə bağlanmasını da qeyd edək? Faktura əsasında bağlanması. İstifadə olunmuş. İstifadə edilmiş xərcin fakturasına əsasən bağlanması. Şöyle bu cümlələri eynisini tapmanız məcburiyyətində deyilsiniz. Yəni ümumi sizin üçün deyirəm. Yəni sizə necə aydındırsa, necə anlayırsınızsa o cür qeyd eləməyiniz lazımdır. Mən bacardığım qədər ümumi yazıram ki, sizə şey versin, necə deyim, baxanda əməliyyatı anlamasaz, həmin yer nəyə görə yazdığını sizə ifadə edə bilsin. İlkin təəssürat yaratsın. Nə qədər məbləğ bağlayacam? Niyə 200 manat bağlayacam? Axı mən 300 manatlıq istifadə etmişəm. 250 yerdə qarşı. 500 ödəmişdim. 300-ünü istifadə etdim artıq. Deməli o istifadə etdiyimi buradan azaltmalıyam. Burada yoxdur artıq o. 300-ümü qeyd elədim. Gələcək dövrün xərcindən azaltdım. Eyni zamanda borcumun da debitinə 300 manat ödəmə kimi qeyd elədim. Yəni belə deyək, azalması kimi qeyd elədim. Növbəti, yaxınlaşıram deyəsən. Müəssisə aldığı sifarişi icra etmək üçün müştəridən 5000 azyan avans alıb. Bu avansın alınması əməliyyatıdır. Hər zaman aktivin artması kimi qiymətləndirilir maliyyə bərabərliyi elementlərinə təsirinə görə. Çünki avans aldığım zaman həm pulum artır, aktivlərin debitində, bank və yaxud da ki, kassa, həm də ki, qarşı tərəfə borcum artır. Pula görə borc deyil, görməli olduğum mal, iş, xidmətə görə bir borcdur. Birinci pulu alıram bank hesabıma. Sonra alınmış avans hesabında ona borcumu yaradıram. Alınmış avans. Bir öhdəliyimi də yaradıram.
Əvəzində qeyd edirəm ki, alınmış avansdan daxil olma. Və burada da deyirəm ki, görüləcək işlərə görə alınmış avans. Avans alınmışdır yazacağım. Avans yazmıyor. Elə burada da var. Görüləcək işlərə görə əvvəlcədən ödəniş alınmışdır. Alınmış ödənişin öhdəliyi. Tamam. İfadəni doğruladım. Baxaq növbəti əməliyyatımıza. Bu alınmış avans əməliyyatı idi. Digəri növbəti ay göstərəcəyimiz xidmətə görə bu səfər pul almışıq. Bu isə gələcək dövrün gəlir əməliyyatıdır. Alınmış avansın bonusu. Bəli. O da eyni cür əməliyyat gedəcək. Yəni birə-bir əməliyyatı demək olar ki, eyni olacaq. Kopyalayıram. Əlavə edirəm. Sadəcə 542 nə qədər almışdı? 5000 almışdı. 5000. Qeyd etdik. Digərində isə burada olacaq artıq gələcək dövrün gəlirləri. Burada isə alınmış avansdan daxil olma yox. Gələcək dövrün gəlirindən daxil olma deyirik. Burada isə görüləcək xidmətə görə, göstəriləcək xidmətə görə kimi gidiyor? Tamam, bu da qeyd olundu. Nə qaldı başqa? Hə, dost təşkilata borcun verilməz. Dost təşkilata borcumuz verilibsə, bizim pulumuz azalır. Bəli. Bəs pul hara gedibdir? Yenə gələcək dövrün gəliri kimi, verilmiş avans kimi qarşılığı olmadığına görə aktivin yer dəyişməsi olub başqa bir aktiv hesabı. O hesabın nömrəsi 233-dür. Qısa müddətlisinin. Qısa müddətli verilmiş borclar artıb. Hardan artıb? 2023 bank hesabının vasitəsilə verilmiş borcun qeyd edilməsi və borc verilməsi əməliyyatıdır. Borcun verilməsinin qeyd edilməsi. Nə qədər rəqəm idi o? 2500. Yine 500 yazacaqdım onu. 2500 və 2500. Borcumu da verdim. Eynən görürsünüz. Gəlin müqayisə edin. Baxın. Gələcək dövrün xərci necə vermişik? Debiti, pulun krediti. Verilmiş borc da eynidir. Verilmiş borc hesabının debiti, pulun krediti. Verilmiş avans da eynidir. Verilmiş avansın debiti, pulun krediti. Gəlin bunu tərsinə çevirək. Yəni alınmış avansda. Alınmış avansın krediti, pulun debiti. Ki, tərsinə baş verdi burada situasiya. Təzədən gələcək dövrün gəliri ilə bağlı pul gəlirsə, gələcək dövrün gəlirinin krediti, yenə pulun debiti. Əgər mən borc alıramsa, gələcək dövrün alınmış borcun krediti, yenə pulun debiti. Yəni əməliyyat tamamilə əksinə getdi. Birincidə biz verdiyimiz zaman pullar hər zaman kredit, verdiyimiz, izləyəcəyimiz hesablar debit. Aktivin yer dəyişməsini. Amma biz aldığımız zaman aktivin artması əməliyyatı baş verir. Aktivim artır, öhdəlik hesabları vasitəsilə. Növbəti. Bankdan kredit götürülüb 10.000 azı. Müddəti qısa qəbul edək. Kredit götürmüşəmsə, mütləq 2223. Bunu heç sorğu-sual eləmirəm. Bir yerdən mənə pul gəlirsə əgər, hər zaman debitdə pul hesabı olacaq. O pul banka gəlirsə, bankın hesabı, pulu nəqd verirlərsə, kassa hesabı. Üçgende de mesela orada da bilmiyorum ki. Sen gibi götürülmüş. Orada da bilmiyorlar ki her gün ki bu banktan götürülüp de mesela.
Bəli, onu da bilmiyorlar. İfadə belə deyək, cümlə necə yazılır, yazılsın. Cümlənin mənasında pulun sənə gəldiyi qeyd olunursa bir şəkildə, o zaman bəli, debitdə hər zaman pulun artır. Və pulun gəlmə səbəbi və yaxud da ki, yeri, mənbəyi haradır? Bankdır. Bank kreditlərinin qısa müddətlisinin hesabı nədir? 501 qısa müddətli bank kreditləri. Olar. Bəli. Bəli. Bəli, tamamilə doğrudur. Yəni ifadə tərzi odur. Qeyd yoxdursa, sənə təklif deməkdir və xalqa demək. Şirkəti pərakəndə sata bilmərsən, icazən yox. Pərakəndənin əksəriyyəti nağd olduğu üçün. Postterminal olanda bank hesaba qəbul edirsən. İndi bizdə inşallah o da çıxacaq da aradan o pərakəndədə belə nəqd əməliyyatı olmamağa çalışırıq. Yəni onu ölçü olaraq 10%-in altında tutmağa çalışırıq ki, nəqdlərin istifadə olunması 10%-in altına düşsün. Bizim pul çap etmədə ən böyük ekonomiyamız pul çap etməsindədir. Yəni əlavə pulların çap edilməsinə ehtiyac qalmayacaq. Sadəcə virtual rəqəmdə də istifadə edirsən. Dəyərdir. İkincisi, vergidən yayınma hallarının qarşısının alınmasıdır. Ən böyüyü, yəni pul qara bazardan çıxıb bağlanmağa doğru ağ bazara girir və kim nə qədər qazanırsa qazansın, onun öhdəliyini ödür. Ən əsas amaclanan şey budur. Üçüncüsü, Azərbaycanda ən böyük əksiklik olan statistik məlumatlardır. Yəni, pul qara bazarda döndüyü üçün ölkənin iqtisadiyyatı qiymətləndirilə bilmir. Qiymətləndirilə bilmədiyi üçün beynəlxalq səviyyədə investisiya cəlb edilməsi mümkünləşmir. Çünki biz istehlak edirik, çox ciddi istehlak edirik. Amma istehlakımızın nə qədər olduğu reallaşmır. Biri gəlib burada müəssisə zavodu açmaq istəyəndə deyir, bu ölkənin istehlak gücü azdır. Ölkəsində bunun 10 milyon adam yoxdur. Qeyd olunan yalandır. Bu ölkədə olan adamların da alıcılıq qabiliyyəti yox. Yəni, ölkə bir əməliyyatdan gör nə qədər itirir. Yəni, əlavə ölkəni də bir müəssisə kimi düşünün. Tamamilə bir müəssisədir. Onun da sahibkarı var, belə deyək də, yəni, sərmayəsi var, kapitalı var və aktivləri var. Eyni zamanda öhdəlikləri də var. Eyni zamanda gəlir mənbələri də var və xərcləri də var. O da balansı bizim kimi idarə etmək məcburiyyətindədir. Bir layihə görmək istəyir, iş görmək istəyir, investor gəlmir. Niyə? Ortada məlumat yoxdur. Hansısa işçi işini düz görmür və yaxud da görmək istəmir. İndi onların aradan qaldırılması üçün ən böyük layihə ƏDV geri al layihəsi. Çox uğurlu oldu yəni. Çox da uğurludur o mövzuda. Vaxt etmədən şeyi tamamlayıb, sonra izah verərəm. Bu kreditin bank komissiyası bayaq soruşduğunuz kimi 3%. Kreditdə kimə borclandımsa, yəni hansı şirkətə borclanıramsa, komissiyasını da həmin banka borclanır. Amma onu 531-ə nədir orada hesab? 537-də görün nə yazılıb zəhmət olmasa, bir də mənə tam tərifi mənası ilə deyin, hə. Bəli. Bu əgər kreditin faizi olsaydı, mən o öhdəliyi bax 537 qeyd edəcəkdim. Amma bu bir komissiya olduğu üçün, yəni bu pulun mənə verilməsinin mayə dəyəri olduğu üçün, həmin şirkətin özünə yerində bu əməliyyatı ödəyirəm mən. Yəni, məndən çıxılan bir prosesdir bu, mənim pulumun azalacaq. Ona görə öhdəliyi eyni hesabda yaradıram. 300 manatlıq, daha doğrusu 3%lik komissiya mənim kimə qarşı olan borcumdur? Mənim banka qarşı olan borcumdur. Debitə yazmışam. Üzrlüyüm. Borcumdur. Amma bunun qarşılığı mənim nəyimdir? 300 manat mənə nə verdi? Mənim varlıqlarımda nə var? Heç nə yoxdur. Nə verəcək mənə? Yaşları kart ver. İkinci məqalədə 300 manat kart olar. Bu mənim komissiya xərcim. Bank komissiya xərcimdir. Xərclər də hər zaman debitdə artdığına görə debitə də xərci yazıram. 731 komissiya xərcimi nə yazıram bu? Rəqəm 300 manat. Yine 300 manat. Və nə deyirəm? Xərcimin hərcindən başqa hər şey yazdım. Xərcimin tanınması. Uşaqlar, danışa yazmaq çox çətindir.
Komissiyaya görə borcumun da hesablanması. Komissiya üzrə sualınız mən bu qədər danışdım. Bunları niyə şeydə saxladım ki? Uşaqlar, bura qədər əməliyyat dayansın. Nə qəşəng bizim vaxtımızı gətirib çatdırmışam. Mən bunu dayandırıram və cədvəli sizə göndərəm. Bir dəqiqə.